Hər biriniz salamlar dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Başlardan da gördüyünüz kimi bugün İlkin Feyziyevin silinmiş qısa videolarına reaksiya veririk. Videonun davamını istəyirsinizsə kanalımıza abunə olub, bir də ki videomuza like atmağı yaddan çıxarmayın. Həqiqətən bəyənmələr çox önəmlidir. İlkin Feyziyev əgər bu videoya baxırsa, o da yorum yazsa çox sevinərəm. İlkin Feyziyev o qısa videoları silməmişdən qabaq post paylaşmışdı ki, yəni izləyiciləri üçün ki, qısa videolarımı siləcəm, baxın. Mən də baxdım, yüklədim, dedim ki, reaksiya üçün lazım olardı, bir dənə video çəkərəm. İnşallah video xoşunuza gələr, çox uzatmadan keçdiyi videoya xoş izlənər. Ay bunu düşürəcəm, qorxuram. Özvə ilə 3, 2, 1. Rəssiyi tut belə, al əlinə. O tutdu, yaxın idi amma əli biraz. 3, 2, 1. 3, 2, 1. Yaş öz sözün deyir. Abunə olmağı. Bəli, abunə olmağı unutmayın. İlkin Feyziyev yoxsa Harun Məmmədov? Tabii ki İlkin. İlkin Feyziyev yoxsa Ofeliya Əliyeva? İlkin. İlkin Feyziyev yoxsa Xart? Bu biraz şeydi ama İlkin. İlkin Feyziyev yoxsa Pələng? Xart YouTube buraxa bax məncə. Video falan paylaşmır. Ekrana 2 dəfə tıklamağı, takip atmağı unutmayın. Usta qardaşım, öpürəm səni. Çox sağ ol, canımsın. Oydu bir videoya görə 20 man getdi. Doktor Aydın Azərbaycan mahnılarını puanlayır. Azərbaycan müziklərini puanlıyorum. Mən olan yer zirvədim. Sənə bura hələ tez. O bu məşhur mahnıya. Pis falan. Güzel. Kimdə orada best? Hadi biraz daha dinleyelim. Bu güzelmiş bayağı. Güclü saydıqların zəif olur, sənətsiz də heyf olur. Kim bu? His. Bu Türkiye'li YouTuber deyəsən, tanımıram heç, videolarına falan baxmamışım. Türkiye'də çox Türk YouTuberlərinə baxmıram. Kaiser falan da, Enes Batur'a baxırdım. Reaksiya kanallarına çox baxırdım. Yaptım abi, erkekler. Ha bu bizim Alizade. Evet, Alizadə Azərbaycanlı diye onu da koydum. Özür dileyerek bu şarkı beğenmekin olmamakında. 6 falan. Ya bizde çok yanlış şarkılar viral oluyor. Asıl bunların viral olması lazım. Xoşu gəldi. Da 10 verirdi. Abone olun. Abunə oldum. Abunə ol deyib əlimi belə ilə. iPhone 17 Pro qazanmaq istəyirsən? Hə, niyə də olmasın? O zaman YouTube'da axtarış bölməsinə Mr. Elo yazırsan, həmin kanala abunə olursan. Sonra isə kanalın short bölməsində məhz bu videonu tapırsan. Karşımda iPhone 17 Pro var ve bu sizin ola bilər. Şərh bölməsində iPhone 17'nin qiyməti nə qədərdir? Neçə manatdır? 3000-dən yuxarı olar məncə. Bir dənə onu bilirəm ki, çəkilişi yaxşıdır. 3 dostluğu qeyd edirsən. Mr. Elo özü 24 oktyabr canlı yayımda qalibi seçəcək. Noyabr, dekabr, yanvar hardasa 3-4 ay keçib. Şansını 3 dəfə artırmaq istəyirsən? Hə, niyə də yox? O zaman Mr. Elo'nun Instagram və TikTok səhifələrinə də takib atırsan. Dostum, sən danışa axır mən qatıldım giveaway-ə. Uğurlar. Kim qazanıb görəsən iPhone-u? 2 aya 132 min izlənmə. Bitdi mi, bitmədi. 124 min, 107 min. 2025-ci ildə Azərbaycan YouTube'unda bu tərz videolar çəkib mənim qədər izlənən bir nəfər göstərin mənə. Görürsə YouTuber diklə. Mənim ən çox videom nə qədər izlənmişdi? 27 min, 26 min izlənmişdi. Desən 27 min olub bilmirəm. Ən çox uzun videom. Gedib qız tutma prankları çəkməklə deyil, ya da oturub ancaq reaksiya videosu çəkməklə deyil. Belə də eləmək olur. Sonra da deyirlər Azərbaycanda YouTube yoxdur. Ay YouTube yoxdursa niyə o qədər izlənirəm? Dəstək olan hamını öpürəm canımsız. Abunə olun, bu rəqəmləri daha da böyüdək. İlkin Feyziyev də reaksiya videoları falan çəksə yəni yaxşı olardı. Niyə görə də çəkməz? Ümumiyyətlə kim nə istəyirsə onu çəkir. Yəni kimin bacarığı, kimin həvəsi nədir? Onu çəkir. Mən elə reaksiyanı sevirəmsə, durub başqa videolar çəksəm, onda həvəsim tamamilə öləcək, video da olmayacaq heç. Ən yaxşısı elə reaksiyadır. Mən reaksiyanı sevirəm. Bu cür fərqli YouTuberlərin, blogerlərin videolarına reaksiya verəcəm. Yəni də İlkin Feyziyev 200 min abunə olub görəsən. Videolarına baxıram amma kanalına heç baxmıram. Bir YouTuber sıralaması videosu çəkərəm yenə. Vurduğun zərbəni tutsan məndən 10 manat pul qazanırsan. Əgər qol olsa abunə olursunuz. Qapı çox balacadır, məncə tutacaq. Sən də olacaq məncə. Heç nə, uğurlar. Çox qəribədir. 24 saat kirpi saxladım, abunə olmadınız. 100 küçə itini bəslədim, abunə olmadınız. Tərk edilmiş padvalı kəşf etdim, abunə olmadınız. Amma indi abunə olacaqsınız. Tutacaq. Qapı çox balacadır. Hardasa 2-3 metr var. Bəlkə də heç o da yox. Əgər bu kirpi abunə ola bilirsə, sən də abunə ola bilərsən. Abunə ola bilir. Necə abunə oldu ya bu? Bu kirpini kim razı salır? Abunə olun da nəysə. Закрывай. Открывай.
pop a bottle off of your chain swinging. Bitch, I'm always at the guala, yeah, and you. O video necə alındı? Halaldır. Bacardılar. Tava hardadır, mən də sınayım. Neyse, onu gətirənə kimi vaxt gedəcək. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bilirəm ki bu videoya İlkin Feyziyevin abunəçiləri baxacaq. Əgər İlkin Feyziyevin kanalına abunə olmamısınızsa onun da kanalına abunə olun. Çox əziyyət çəkir həqiqətən YouTube-da. Ümumiyyətlə Azərbaycanda, yəni YouTuberlər əziyyət çəkir də, belə deyim. Video montajlama falan vaxt aparır. Video çəkmək belə özü vaxt aparır. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.